Heç yerdə görmədiniz bizim etdiyimiz prosedurun bəzi mənfi tərəflərini sizə danışacağam. Hamı həmişə tərifləyir. Mən mənfi tərəfini danışım sizə. Forma dəyişəndə nə olur? Sanki siz gəlmisiniz qaşınızın formasını dəyişməyə. Telefonu ver. Demək belə. Bu qaş nümunə olaraq sizə göstərirəm. Gördüyünüz kimi xanımın öz qaşı rəngi tündür, qaradır, coddur, biz çıxır və sıxdır əsas məsələ. Bu cür qaşda formanı dəyişməyi biz çox da məsləhət görmürük, amma öz qaşınızın formasından bezmisinizsə, sizə güclü kompleks yaradırsa, siz bunu qərar vermişsə dəyişməyə hansı hallarını bilməlisiniz. Demək belə, forma dəyişmə mənfi tərəfləri hansıdır? Bizim bu keçəl yerdə, tüksüz yerə çıxdığımız, çəkilən yeni cızılar istər-istəməz seçilir. Biz özümüzü nə qədər tərifləsək, bu sadəcə şəkildir. İnsan gözü bilir. Bu tüklər dərinin üstündədir, bu öz tükləri. Bu şəkil isə dərinin altına çəkilib. İstər-istəməz bu seçilməlidir. Yəni biz ora tük əkmirik, biz prosta tükün şəklini çəkirik. Bu bir. İkinci məsələ, tünd qaşlarda formadan qırağa çıxan yerlər nisbətən solğun boz görsənir. Bu nəzərə almalısınız. Boz olduğu halda da şükür edirik ki, göy deyil, qırmızı deyil. Yəni bozarmaq belə halda demək olar ki, qaçılmazdır. Çünki bu öz tükü dərinin üstündə qara görsənirsə, bizim qara boyamız dərinin altına gedir sağlanandan sonra və bir ton açılır. Ondan görə bozluq məsələsi var. Tüklü yerlə tüksüz yer seçilir, kraska bozula bilər. Sonra 2 dəfə korreksiya ola bilər. Bugün gəlmişsiniz, 1 aydan sonra korreksiya bu normal hallar üçündür və 1 aydan sonra ikinci korreksiya ola bilər. Çünki tüksüz yerlərə bəzən 2 dəfə korreksiya lazım olur. Bu proseduru mikroblading etmək məsləhət deyil. Mikroblading əsasən qaşın içində olaraq daha qəşəng görsənir. İmkan varsa nanoshading elətdirin. Nanoshadingdə dəndən çəkilən cızılar və arasına biraz kölgə verilir ki, o tük kimi dolu görsənsin. Ən azı nanobrofs olmalıdır. Nanoshading olsa daha da yaxşı. Gördüyünüz kimi xanımın əsas problemi nədir? Qaşın zirvəsi aşağıdadır, qaşın başlanğıcı yuxarıdadır. Ona görə də onu biraz yorğun göstərir. Burada lap yuxarıdır, bura lap aşağıdır. Bu artıq tükləri götürəcəm, bunları hər dəfə görə aldırarsınız. Forma dəyişmə mənfi tərəfləri bunlardır. Qeyd edim ki, bunlar daha çox tünd, sıx qaşlara aiddir. Məsələn, qaşda tutaq ki, görürsünüz. Qaşın başlanğıcı seyrəkdir, rəngi açıqdır və tüklər də nəzikdir. Bu tip qaşda forma dəyişən çox da güclü problem yaranmır. Amma və ya göstərdiyim qaşda istər-istəməz seçilmə olur. Bunu nəzərə almalısınız. Bunların hamısını izah eləməyimə baxmayaraq, o demək deyil ki, kimsə sizə daha yaxşı iş verə bilər. Ən yaxşısı elə mən sizə verəcəm. Çox qorxmaq da lazım deyil. Prosta reallığı isə izah edirəm. Və səhifədə hansı xanımların qaşını görmüşsə biz dəyişmişik. Biz öncədən bunların hamısı onlara bildiririk. Bunu hamısını qəbul edirlər. Ondan sonra biz prosesə başlayıb işimizi görürük. Ona görə çox qorxmaq da lazım deyil. Prosta bilməlisiniz, nəzərə almalısınız. Video faydalı olursa bir dənə bəyənmə atın, rəy yazın. Hər bir kəsə uğurlar olsun.